Migren xəstələri diqqətlə qulaq asırlar. Nə qədər migreni olan qadın və kişilər varsa hamısı qulaq asınlar. Çox sadə, primitiv sağalma metodu haqqında danışacağım. Migren ağrısının nə olduğunu ən yaxınlarımdan çox yaxşı bilirəm. Birincisi, çox uzun müddətli baş ağrısının olması. Ağrıkəsicilər istifadə etməkdən bir çox migren xəstələri artıq mədəsində xoraqastrit yaranır və həmçinin mədə orqanı sıradan çıxır, böyrək və qaraciyər sıradan çıxır. Migren ağrısı sağ yarımkürə, sol yarımkürə, başın arxa nahiyəsindən tutur və boyunda vegetativ sinirlərin travması nəticəsində yaranır. Həmin bu migren ağrısı üçün nə etmək lazımdır? Həmin o sinirlərin travmasını ortadan qaldırmaq lazımdır. Bunu da kimyəvi dərman qaldırmır. İstifadə eləməlisiniz mazqavoy kalsium məhsulundan 30 kapsul. Hər gün gecə yatmazdan 1 saat əvvəl 2 kapsul içirsən. İşığa qarşı həssaslığın olur, gedir ortadan. Yüksək səsə qarşı həssaslıq ortadan qalxır. Pis ətir və qoxulara qarşı həssaslıq ortadan